Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə imamil mursalin və alə alihi və ashabihi əcma'in. Əmmə ba'du. Selamu aleykum və rahmetullahi və barakatuh. İmam İbn Qudamə rahimehullahın Umdetül Fiqh kitabının qiraətinə davam edirik və ən sonuncu dəfə yeni bir bölmə götürdük. Qablar haqqında bölmə. O bölmədən də artıq bir dərs keçdik və o bölməyə davam edirik. Sonra müəllif İmam İbn Qudamə rahimehullah təala buyurur ki, ölmüş heyvanın yun və tükləri təmizdir, tahir sayılır. Nə demək istəyir müəllif rahimehullah? Qoyun, keçi, inək və bu qəbildən olan heyvanların yun və tükləri təmiz sayılır. Meyyit düşüb leş kimi ölsələr də belə. Həmçinin əti yeyilən quşların da tük və lələkləri buna aiddir. Bu kimi şeylər, bu sayılan şeylər, tükdür, lələkdir, yundur, meyyit düşmüş heyvanlardan götürsə də belə təmiz sayılır. Bu hökm əti yeyilən quş və heyvanlara aiddir. Adı keçən şeylərin murdar olmamasının səbəbi isə onlarda həyatın mövcud olmamasına görədir. Yəni, alimlər deyirlər ki, əti yeyilən heyvandır, quşdur, meyyit düşsə belə onun tüküdür, lələyidir, yunudur, təmiz sayılır. Nəyə görə? Çünki o tükdə, o lələkdə, o yunda həyatın olmamasına görə. Yəni, heyvanın qanından, iliyindən, hər hansı bir mahiyyəsindən o tükdə, o yunda, o lələkdə mövcud olmadığına görə həmin bu kimi şeylər nədir? Tahir, təmiz sayılır. Bildik ki, bu əti yeyilən heyvan və quşlara aiddir. Bəs əti yeyilməyən heyvanlara gəldikdə isə, istər yırtıcı olsun, istər qeyri-yırtıcı, aslan sinfinə aid olan və yaxud canavar olsun və yaxud əti yeyilməyəndir, amma yırtıcı deyil, misal üçün uzun qulaq. Onların da tükü, yunu, lələyi təmiz sayılır. Bu barədə elm əhli ixtilaf etmiş, lakin doğru görüş odur ki, nədir? Onların tükləri, yunları, lələkləri tahir, təmiz sayılır. Lakin bu hökm nə donuza, nə də itə aid deyil. İt və donuz ayini olaraq, yəni təpədən dırnağa hər ikisi də nədir? Nəcasət sayılır. İstər tükü, istər dərisi, hər bir şeyi və burada bu dediyimizə it və donuz aid deyildir. Sonra müəllif buyurur ki, rahimehullah, ölmüş heyvanın dərisi aşılanmış, ölmüş heyvanın dərisi aşılanmış və ya aşılanmayanı olsa belə, hətta yenə murdar sayılır, eyni ilə onun sümükləri də özü kimidir. Müəllif rahimehullah təala burada nə demək istəyir? İmam Əhməd rahimehullahın məzhəbinə görə belədir ki, meyyit düşmüş əti yeyilən heyvandan gedir söhbət. Meyyit düşmüş əti yeyilən heyvanın dərisi götürülərsə, aşılanarsa, onu yalnız quru şeylərdə, məsələn, nəyinsə hansısa bir oturacağın üzərinə çəkilərsə və yaxud nəyinsə üstünə parça kimi, qapaq kimi çəkilərsə və yaxud bir qab kimi istifadə olunarsa, yəni su ilə təmas etməzsə, quru işlərdə istifadə olunarsa, əti yeyilən, meyyit düşmüş heyvanın dərisi də olsa belə istifadə etmək olar. Bir şərtlə ki, quru kimi işlərdə istifadə olunsun. Məsələn, o dərini götürdün meyyitdən, qoyun dərsidir, keçi dərsidir. Aşıladın, təmizlədin, hər hansı bir oturacağın üstünə çəkdin, istifadə etmək olar. Və yaxud örtük kimi nəyəsə üzrünə istifadə edə bilərsən. Və yaxud bir saxlama qabı kimi istifadə edə bilərsən, lakin, amma o dəri maye kimi işlərdə istifadə olunsa, yəni su kimi işlərdə istifadə olunsa, məsələn, ondan su qabı və yaxud su tuluğu düzəlsə, necə ki, keçmişdə düzəldirdilər, içinə su doldurub səfərə çıxırdılar ondan, bu kimi işlərdə istifadə olunması icazəli deyildir. Yəni, o leş düşmüş, əti yeyilən heyvanın dərisi götürülür, aşılanır, təmizlənir. Su ilə təmasa girməsi məzhəbə görə icazəli deyil. Su ilə təmasa girəcək işlərdə o dəri istifadə oluna bilməz. Niyə? Deyirlər ki, çünki bu zaman onun nəcasətə
nəzasət olması riski geri qayıdır. Nəzasət olması geri qayıda bilər. O yaş olduğuna görə, su ilə təmasa girdiyinə görə. Lakin bu görüş, baxmayaraq ki, bunu məzhəb deyir, bu görüş zəif görüşdür və məzhəb bunu Rasulullah sallallahu aleyhi və səlləmdən rivayət olunan bir hədisin, bir zəif hədisin üzərində qurublar və hədisdə rivayət olunur ki, sahabə Ukey Əl-Cühəni radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm hədis rivayət edir və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından 2 ay əvvəl bizə bir məktub gəldi. Yəni, sanki o məktub Peyğəmbər sallallahu aleyhi və səlləmdən gəlib və o məktubda yazılmışdı ki, məktubun içində yazılmışdı ki, meyyitin nə dərisindən, nə də sümüklərindən istifadə etməyin. Bu hədisə gəldikdə isə, bu hədisin isnadı barəsində elm əhli ixtilaf etmişlər. İmam Əhməd rahimehullah, İbn Mə'in və İbn Abdülbər rahimehumullah bu hədisin zəif olduğunu söyləmişlər və bu hədisin bir neçə dənə çox sayda zəif olma səbəbləri var. Doğrusu olan budur ki, əti yeyilən heyvanın meyyiti, əti yeyilən heyvan meyyit düşsə də belə, leş olub ölsə də belə, onun dərisi götürülüb aşlanarsa, təmizlənərsə, ondan mütləq şəkildə hər bir sahədə istifadə etmək olar. İstər quru şeylərlə o dəri təmasa girsin, istər də yaş şeylərlə təmasa girsin. Və məzhəb dediyimiz kimi bu hökmü zəif hədisin üzərində qurub, madam ki, hədis zəifdir, hədis zəif olduqdan sonra onun üzərində qurulan şər'i hökm də zəif olur. Xüsusən də ki, başqa bir daha səhih olan bir hədis var. Hansı ki, o hədisi İmam Buxari və Müslim Meymun radiyallahu anhudan rivayət edib. Hədisdə keçir ki, Rasulullah sallallahu aleyhi ve sellem görür ki, sahabələr ölmüş bir keçi və yaxud quzu leşinə baxırlar və sahabə sanki o leş düşdüyünə görə, təbii ki, onun əti yeyilməz, haramdır və sahabə düşünürdü ki, əgər o leşdirsə, onun əti yeyilməzsə, onun heç bir şeyindən də istifadə etmək olmaz. Və Rasulullah sallallahu aleyhi ve sellem qıraqdan bu mənzərəni görür, gördükdə belə deyir. Deyir ki, bu ölmüş qoyunu götürüb, dərisini aşılayıb, ondan istifadə etmək istəməzsinizmi? Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellemin bu cür şeyi təqdim etməsi, bu cür şeyi buyurması onu göstərir ki, bu hədis onu göstərir ki, yəni əti yeyilən heyvan leş düşsə belə onun dərisi aşılandıqda hər bir cihətdə, hər bir tərəfdə mütləq şəkildə istifadə edilməsi icazəlidir. Biraz öncə dediyimiz kimi, istər quru şeylərlə təmasa girsin, istər də yaş şeylərlə təmasa girsin, fərq etməz. O ki, qaldı əti yeyilməyən vəhşi heyvanların dərisinə. Əti yeyilməyən vəhşi heyvanlar və vəhşi heyvan olmasın, məsəl üçün, eşək, ev eşəyi, yəni çöl eşəyi buna aid deyil. O ki, qaldı əti yeyilməyən vəhşi heyvanların və ya qeyri-vəhşi heyvanların dərisinə, onlar aşılandıqdan sonra da təmiz olmur. Niyə təmiz olmur? Necə ki, şəri yolla kəsilsələr, ətləri halal olmaz, eləcə də dəriləri aşılandıqda təmiz olmaz. Yəni, fərz edin ki, canavarı şəri yolla kəsdin. Yəni, quzunu, keçini kəsdiyin kimi, öküzü kəsdiyin kimi canavar kəsirsən. Yox, aslanı kəsirsən. Hər ikisinin də əti yeyilməz, haramdır. Şəri yolla kəsdiyinə görə ətləri halallaşır, halallaşmır, halallaşmır. Eyni ilə də dərilərini şəri yolla təmizləsən, yəni aşılasan, təmiz olmaz, sayılmaz. Məsələ buna görə də xarici ölkələrdən məişət əşyaları və yaxud geyimlə əlaqəli olan hər hansı bir şey müsəlman sifariş verdikdə, onlayn şəkildə aldıqda diqqətli olmalıdır. Aldığı şey əgər ayaqqabı olarsa, tokka olarsa, pul qabı olarsa və yaxud bu qəbildən hər hansı bir şey və yaxud geyim, dəridən geyim olarsa, o dərinin nədən olduğunu hökmən dəqiqləşdirməlidir. Pul qabıdır, ayaqqabıdır, tokkadır və hansı bir geyimdir, dəridəndir bunlar. Onun hansı dəridən olduğunu dəqiqləşdir. Çünki o dəri timsah dərisi ola bilər, o dəri
Donuz dərisi ola bilər, eşşək dərisi ola bilər, it dərisi ola bilər və yaxud hansı bir yırtıcı heyvanın dərisi ola bilər. Aşlansa, təmiz olsa da belə o dərini sənin üzərində geyim kimi və yaxud aksesuar kimi mövcud olması icazəli deyildir. Meyit düşmüş heyvanın sümükləri də bu cürdür. Meyit düşmüş heyvanın necə ki əti haramdır, əti nəzasət sayılır, onun sümüyü də nəzasət sayılır. Eynən ətinin hökmündədir. Niyə? Çünki onun daxilində ilik və qan var. Onun daxilində ilik və qan var. Biraz öncə yadınıza salın. Nəyə görə leş düşmüş əti yeyilən heyvanın yunu, tükü və yaxud quşun lələyi təmiz idi. Niyə? Çünki orada heyvana aid olan nə qan, nə ilik və nə də ki, hansı bir maye yoxdur. Lakin sümük elə deyil. Sümükdə həmin o qan, həmin o ilik, leş düşmüş heyvanın qanı, iliyi mövcud olur. Sonra müəllif rahimehullah təala buyurur ki, hər bir meyyit murdar sayılır. İstisnalar insan cəsədi murdar sayılmır. Nə demək istəyir müəllif rahimehullah? Yəni şər'i kəsimi olmadan ölən hər bir heyvan, əti yeyilən hər bir heyvan nəcis sayılır. Əti yeyilən qoyundur, quzudur, əti yeyilən hər hansı bir heyvan öz-özünə öldü, xəstələndi, öldü, yırtıcı heyvan parçaladı, öldü, hündür bir yerdən yıxıldı, öldü və yaxud öz növünə aid olan, öz cinsinə aid olan hər hansı bir heyvan vurdu, buynuzladı, onu öldürdü. Ölmə müddətindən asılı olmayaraq gözünün qabağında, məsəl üçün, bir qoç digər bir qoçu kəlləsi ilə vurdu, bu qoç başından travma aldı, öldü. Bir dəqiqə bundan qabaq ölüb. Yenə də nədir? Həmin heyvan nə sayılır? Leş sayılır. Və yaxud gözünün qabağına canavar gəldi, quzunu boğazladı, öldürdü. Bir dəqiqə bundan qabaq ölüb. Hətta cəsədi belə isti qalsa belə artıq o leş sayılır. Nədir? Əti yeyilməz, əti murdar sayılır. Heyvan tam öldükdən sonra və əgər şər'i kəsimlə öldürülməyibsə, onun cəsədi yeyilməz. Həmçinin şər'i kəsim sayılmayandan o heyvan ki, əti yeyilir, o quş ki, o əti yeyilir, nə zaman kəsildikdə şər'i kəsim sayılmır, ümumiyyətlə heyvan, əti yeyilən heyvan da əti yeyilən quşdur. Halal olması üçün 2 dənə şərt var. Onu kəsimi halal olan insanlar kəsməlidir. Buna daxildir əhli kitab, Yahudi və Nəsranilər və yaxud da ki, müsəlmanlar. Bir bu və bir dənə üzərində Bismillah deyilməsi. Ona görə də alimlər, cümhur uləma deyir ki, əgər bir müsəlman heyvan kəsdiyi və yaxud hansı bir əti yeyilən quşu kəsdikdə Bismillahi unudarsa, nədir? Həmin heyvanın yeyilməsi icazəli deyil. Çünki Bismillahlə kəsilməyən heyvanın əti leşə bərabərdir. Lakin İmam Əhmədin, İmam Şafinin məzhəbinə görə müsəlman kəsməmişdən qabaq Bismillah deməyə qətiyyət eləyirsə, lakin kəsim zamanı unudursa, Şafinin məzhəbinə görə o heyvanın ətini yemək olar. Həmçinin şər'i kəsimdən sayılmayan biri də nədir? Bir insan Bismillah deyir, kəsir. Lakin həmin insan şirk əhlidir. Fərq etməz, istər İslama nisbətlənən şirk əhli olsun, istər də İslama nisbətlənməyən Hindus və yaxud Çin, Hindistanlı, Çin və yaxud Şiva ibadət edən, hansı bir bütə ibadət edən olsun. Bismillah desə belə, o Bismillah keçərli deyil və o kəsilən heyvan şər'i kəsim sayılmır və o heyvanın əti nəzasətli sayılır və leş hökmündə sayılır. Nəyə görə? Çünki o kəsən insan Bismillah desə də belə şirk əhli olduğu üçün, şirk edən olduğu üçün, istər İslama nisbətlənən olsun, istər İslama nisbətlənməyən olsun, onun Bismillahi keçərsizdir. Bismillah ibadətdir və ibadət də səlim etiqadlı kəsdən, yəni təvhid əhlindən qəbul edilir. Madam bu şirk əhlidir, İslamdan çıxaran şeylərlə yaşayır, o heyvanı kəsdiyi zaman Bismillah deyərsə, onun Bismillahı keçərli deyil, sayılmır, Bismillah batildir. Bismillah olmadığından sonra da həmin o kəsim də nədir? Şər'i kəsim sayılmır. Və buradan da bəzi insanların xətası görsənir. O insanlar ki, deyirlər ki, hətta bütpərəst belə Çinli, Hindistanlı olsa belə
İslama nisbətlənməyən olsa belə heyvanın üzərində bismillah deyərsə, onu yemək olar. Bu böyük bir xətadır. Çünki onun bismillahi batildir. Şirk əhli olduğuna görə bismillah ibadətdir. Şirklə yanaşı heç bir ibadət səhih deyildir. Adəm övladı. Adəm övladı isə onun cənazəsi öldükdə onun cəsədi nəzasət sayılmır. Təbii ki, bura onun çürüyüb halını dəyişdirməsi aid deyildir. Adəm övladının meyidinin nəcis olmamasına dəlil isə Uca Allah Subhanahu wa Ta'ala öz kitabında buyurur ki: "Və laqad karramna bani Adəm." Biz artıq Adəm övladını hörmətli, kəramətli, izzətli bir şəxs qıldıq. Uca Allahın Adəm övladının hörmətli etməsindən də biri odur ki, onun cəsədinin pak olduğunu qərar verməsi. Ayənin də tələbi nədir? Ayənin də tələbi budur. Bu hökm, yəni ayədə Allah Subhanahu wa Ta'ala'nın Adəm övladının hörmətli etməsi, yəni bu o deməkdir ki, yəni hətta Adəm övladı öldükdən belə sonra cəsədi də onun necə ki sağ ikən cəsədi pakdır, öldükdən sonra da onun cəsədi nədir? Pak sayılır. Ayəyə əsasən, əgər öldükdən sonra cəsədi nəzasətli sayılarsa, bu ayəyə xilafdır. Bu, Adəm övladının onda olan Allahın ona verdiyi o kəraməti, o hörməti aşağı salmasıdır, aşağı düşməsidir. Bu hökm, dediyimiz hökm, Adəm övladının cənazəsi təmiz olması, bu hökm təkcə müsəlmana aid deyil. Müsəlmana aid deyil, müsəlmana aid olduğu kimi kafirə də aiddir. Kafir birisinə də aiddir. Məhz elə buna görə də meyyitdən digər başqa bir insana həyat təhlükəsi olana daxili üzvlərini nəqli icazəli, yəni birisidir, yəni ölüm anındadır, həyat təhlükəsi var, hər bir an ölə bilər, müsəlmandır və başqa bir yerdə də bir cənazə var, kafirdir, ölüb, ondan daxili orqanlarını müsəlmana nəql etməsi icazəlidir. Nə üçün? Çünki kafir olsa da belə nədir? Onun cəsədi, cənazəsi murdar sayılmır. Təbii ki, ölən şəxsin ölməzdən qabaq icazəsi və onun varislərinin razılığı ilə olmalıdır. Bu əməl İslam fiqhində, yəni ölən bir insandan digər bir insana daxili orqanların nəql edilməsi İslam fiqhində yardımlaşmaq babındandır. Yəni ticarət babından deyil. Ticarət babından deyil. Məsələ buna görə də o üzvləri satmaq olmaz. Çünki Adəm övladının Allah Subhanahu Taala Quran kərimdə nə deyir? "Və laqad karramna bani Adəm." Adəm övladını biz kəramətli, hörmətli etdik. Onun üzvlərini satmaq isə o hörməti aşağı salmaqdır. Məsələ buna görə də o üzvləri satmaq olmaz. Çünki onlar nə ölən şəxsin və nə də ki, onun varislərinin mülküdür. Çünki Adəm övladı hörmətə layiq bir kəsdir. Allah Subhanahu Taala Adəm övladı haqqında buyurur ki: "Və laqad karramna bani Adəm." Biz Adəm övladını hörmətli, kəramətli etdik. Onun əzalarının satılması isə onu bu hörmətdən, kəramətdən aşağı salmaqdır. Və bu miqdarla kifayətlənək, doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.